İlham Əliyevin Avropanı hədəf almasının səbəbi bu gün bəlli oldu. Mənim komandamın dəqiq araşdırmalarına görə may ayının 5-i 6-sı tarixlərində Avropanın xarici işlər üzrə sözçüsü Kaya Kallas İlham Əliyevlə görüşüb. İlham Əliyev Avropa Birliyinin sözçüsü Kaya Kallas'tan mən Qabil Məmmədovu, Tural Sadıqlı'nı və Mehman Hüseynovu, Qabil Məmmədov, Tural Sadıqlı, Mehman Hüseynov və Məhəmməd Mirzəli deyilib, amma ki Məhəmməd Mirzəlinin üstünə çox düşməyiblər. Çünki orada bir bəlli məhkəmə gedir, Məhəmməd Mirzəlinin olsa verilməsi mümkün deyil. Ən çox İlham Əliyevin üzərinə düşdüyü Qabil, mən, Tural və Mehman Hüseynovdur. Üç adamın, Qabil, Tural, Mehman Hüseynovu Avropadan istəyib İlham Əliyev. Avropa isə Kaya Kallas bu istəyi qəbul etməyib, rədd edibdir. İlham Əliyev də Avropanın necə deyərlər, bu istəyini geri çevirməsi, rədd eləməsi İlham Əliyevin olmayan onuruna, olmayan qüruruna toxunur. İlham Əliyev Avropaya təzyiq göstərə bilmir. Əlindən bir təzyiq var, cəmi bircə təzyiq vasitəsi var əlində. O da Avropaya verdiyi neftin, biraz da qazın qarşısını almaqdır. Bundan başqa təsiri yoxdur. Nefti, qazın qarşısını almaq. Amma bunu da edə bilmir. Bunu edərsə İlham Əliyev özünü uçuruma atmış olacaq. Ona görə də İlham Əliyevin içi yanır. İçi yanıb tökülən İlham Əliyev ancaq başlayıb Avropanı hədəf alıb, Avropanın dalından danışır, Avropanı hədəf alır, Avropanı aşağılayır, hətta təhqir edici sözlərdən də çəkinmir, dəyərli həmvətənlər. Dəyərli qardaşlar, dəyərli həmvətənlərim, görürsünüzmü? Mehman Hüseynovu, əsasən Mehman Hüseynovu, Qabil Məmmədov və Tural Sadıqlını İlham Əliyev istəyir və Avropanın Birliyin rəhbərinin sözçüsündən bizi geri almağı xahiş edibdir. Və əlbəttə ki, geri alacaqsa çox şeylər verməyə söz veribdir. Milyardlarla kontrakt, milyardlarla hansısa neft, qaz, hər şey verməyə hazır olduğunu bildiribdir, amma 3 nəfəri verin. Mirzəni vermək çətindir, mümkün deyil. 3 nəfəri verin. Və Avropa tərs şapalaq vurdu İlham Əliyevə. Ona görə də İlhamın içi yanır, gecə-gündüz Avropanı hədəf alır. İt hürər. İtin işi hürməkdir. Bu İrana hürüyə bilmir. İrana hürmək olar. Ərdoğana hürüyə bilmir. Minərlər. Rusiya hürmək bilmir, hürüyə bilmir. Zaten köpəyin sahibi Rusiyadır. Amerikaya hürüyə bilmir. Biden orada olsaydı gündə hürüyərdilər. Hürüyə bilmir. Heç Fransiyada cəməlli hürüyə bilmir. Bir dənə qalıb, ayrıca Avropa Birliyini obşu hədəf alıb hürmək. Və salam. Avropaya hürüyür İlham Əliyev. Dəyərli həmvətənlər. Bizlərin səsini kəsmək istəyir ki, bu təzəcə İranla ya Paşinyan seçilməsə Ermənistanla savaşa soxsun, Kasımın balaları axı 4 ilə yekələnibdir biraz. Yekələnən təbəqə var axı. Öldürülməli o parola düzələr ki, kəsimə gedir ha müəyyən bir vaxtdan sonra. Axı 4-5 ildir uşaqların 18 yaş tamam olubdur. Bir partiyada fışqılatmaq, qırdırmaq zamanıdır. Axı bu yecüc mecücdür. Axı İlham Əliyev dəccəldir. Axı İlham Əliyev onurğasızlar sinifinə aiddir. Dəyərli həmvətənlər, dəyərli soydaşlar. Bunlarda onurğa yoxdur. İlham Əliyev onurğasızlar sinifinə aiddir.